əmimiz bizə Sumqayıt şəhərindən müraciət edib Parkinsonizmə görə. Lakin mən həmişə Parkinson xəstələrinin qalxan vari vəzlərini müayinə edirəm. Nədən? Ona görə ki, autoimmun tiroidlərin orqanizmdə hansı xəstəliklərə yol açacağı hələ məlum deyildir. Və baxandan sonra üçüncü xəstəmdir ki, görürsünüz, sağ payda bax belə bir düyün, anixogen düyün, sol payda isə daha feci bir durumda olan böyük izohipoekogen daxilində kistası olan, bax gördüyünüz böyük bir düyün var ki, bu düyünün ölçüsü hökmən biyopsi oluna bilən düyündür. 18 vurulsun 16 mm və ortasında da gördüyünüz kimi kist aşkar olunur. Bu izohipoekogen düyün olmaqla bərabər sağ tərəfdə isə qarışıq strukturlu heterogen düyün var. Bu düyünlərin Parkinson və Parkinsonizm xəstəliyinin əmələ gəlməsində nə dərəcədə rolu var? Bu günə qədər aydınlaşdırılmasa da mən praktik həkim kimi onun bir rol olduğunu deyirəm.